Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şəmxal Sadıqlı. MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün 20 suallıq riyaziyyatdan sınaq təşkil etmişdik və həmin sınağın izahına bir işlə baxacağıq. Bundan əlavə riyaziyyat dərslərimizə qoşulmaq istəyənlər və ya dərslər haqqında məlumat almaq istəyənlər üstə göstərilən nömrə 055 780 66 37 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Və deməli, rəy bölməsində digər platformalara, yəni Instagram, Telegram, Facebook və sair digər platformalardan da paylaşılan testlərdən, izahlardan faydalana bilərsiniz. Bu cür video izahlar üçünsə kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı unutmayın. Hər birinizə uğurlar olsun. Başlayaq sualların izahına. Birinci sualdan baxırıq. Birinci sualda bizə deyir: A ədədini 24-ə böldükdə qalıqda 15 alınır. A ədədini 8-ə böldükdə alınan qalıq x, 12-yə böldükdə alınan qalıq y olarsa 3x plus 2y ifadəsinin qiymətini tapın. Əslində, bölünmə əlamətlərindən bilməliyik. 8 və 12 24-ü bölür. Yəni, 24-ün bölənidir. Deməli, onda biz sadəcə qalıq istənir. Yəni, 15-i 8-ə bölüb qalığın neçə olduğunu tapıb, x-i tapmaq deməkdir. Və bunu riyazi yolla yazsaq, A ədədi yazırıq, hər hansı bir A ədədi böl 24-ə. 24-ə bölmüşük. Qalıq 15. Nataman qismətimiz hər hansı bir, tutaq ki, B olsun. Nataman qismət B, qalığa da yazacağıq neçə? 15. A ədədi nəyə bərabərdir? Deməli, bölünən adı, bölən 24, nataman qismət B, qalıq 15. Biz nataman qisməti, yəni B-ni vurmalıyıq 24-ə, üstünə də nəyə gəlməliyik? Qalığı 15-i gəlməliyik. Və yaxud da hər hansı bir ədəd də seçə bilərsiniz bu formada. Məsələn, elə 24 üstə 15 gəlib, bu da edər neçə? 39. Tutaq ki, 39-u 24-ə böləndə həqiqətən də 1 düşür, qalıq 15. Və s. yəni digər müxtəlif ədədlər götürmək olar. Deməli, bizim ədədimiz oldu. B vurulsun 24, üstəgəl 15. Biz bunu birinci bölək 8-ə, qalığı tapaq. 8-ə böldükdə, baxın bu ifadəni, 8-ə böldükdə B vurulsun 24. 24 özü 8-ə tam bölünür. Bundan artıq bizim bir işimiz olmur. Deməli, bizim işimiz sadəcə 15 iləndir. Onda 15-i böləndə 8-ə 1 düşər, qalıq qalar neçə? Qalıq qalar 7. Qalıq x-i də axı. Deməli, x-imiz nəyə bərabər oldu? 7-yə. İndi isə 12-yə böldükdə deyir, qalıq y olar. 12-yə böldüksə, burada yazaq, böl 12. Yenə də B vurulsun, burada qeyd edək, B vurulsun 24 ifadəsi 12-yə bölünür, tam düşür. Deməli, sadəcə plus 15 olan hissəyə baxır. 15-i böləndə, bu dəfə isə 12-yə 1 düşər, qalıq qalar. Deməli, qalıq 3. Yəni, y də burada neçəymiş? 3. Bizdən soruşur 3x üstəgəl 2y ifadəsinin qiyməti. X-in yerinə 7 qoyacaq, y-in yerinə isə 3. Onda olacaq 3 vur 7 üstəgəlsin 2 vurulsun 3-ə. Bu da bərabər olar 21, 2 3-də 6, 21 üstə 6, 27. Yəni, birinci sualda cavabımız oldu Y variantı. Keçək növbəti suala. İkinci suala baxırıq. İkinci sualda bizə deyir: Ata ilə 2 oğlunun yaşları cəmi 53-dür. 4 il sonra atanın yaşı oğullarının yaşları cəminin 2 mislindən 2 vahid çox olacaq. Atanın indiki yaşını tapın. Qeyd edək, ata və 2 oğlunun. Yazaq, oğul, qarşısına 2 yazaq ki, bilək ki, 2 nəfərdir və ata. Baxın, bu tip məsələlər ümumiyyətlə müxtəlifdir, həll yolları var. Biz daha sadə yolun necə edirik? 4 il sonra deyir, atanın yaşı oğulların yaşları cəminin 2 mislindən 2 vahid çox. Oğulların yaşları cəmi, burada cəm yazaq elə bilirəm, cəm. Oğulların yaşları cəmini biz x yazsaq, atanın yaşı, bunların yaşları cəminin 2 mislindən 2 misli 2-yə vuruluq, 2x və 2 vahid çox deyir. Üstə gəl 2. Bu indidirmi? Xeyr. Bizə indiki lazımdır ata yaşı, düzdürmü? Bu 4 il sonraydı. Məsələn, bizdən soruşurlar ki, 4 il və yaxud da belə deyək, neçə yaşımız var? Tutaq ki, deyirəm ki, 4 il sonra, məsələn, mənim 39 yaşım olacaq. Hazırda neçə yaşım var? 4 çıxırsınız. 4 il sonra, məsələn, mənim 60 yaşım olacaq. Hazırda neçə yaşım var? 4-ün çıxırsınız. İndi də 4 il sonra atanın yaşı 2x plus 2-dirsə, deməli, nə etməliyik? İndiki yaşını tapmaq üçün 4 çıxmalıyıq. Və atanın yaşı artıq olar 2x müsbət mənfi olanda böyüdən kiçik çıxırıq,
Yəni 2 manat pulumuz var, 4 manat borc. 4-dən 2-sini çıxırıq, 2 manat borcumuz qalır. Atanın yaşı indiki yaşı artıq 2 çıxır 2 imiş. Və oğullarının da, yəni oğlun yaşları cəmi biz X-la qeyd etmişdik. Bu 400 sonrası üçün. Neçə nəfərdik? 2 oğul. Yəni 1 nəfər olsaydı 4 çıxmalı deyildi. Yenə də indiki yaşını tapaq. 2 nəfər olduğuna görə 2 ilə 4 çıxmalıyıq. Yəni hər nəfərə görə 1, 4 çıxanda 4, 4 ümumi olur x çıx 8. Və hazırki, yəni indiki yaşları və yaşları cəmini qeyd etdik. Atanın yaşı 2x çıx 2, oğulların yaşları cəmsi x çıx 8. Və cəmləri hazırda neçədir? 53. Deməli 2x çıx 2 üstəgəl x çıx 8 bərabərdir 53-ə. Buradan 3x çıx 2 çıx 8. İkisi də deməli bərabərliyin sağına keçən toplamı olur. Yəni 53 üstə 8 həm də 2 10 gələndə bu deyilir 63. 3-ə bölərik x bərabər olar 21-ə. Atanın yaşını burada qeyd etmişdik. 2x çıx 2 olduğuna 2x çıx 2 idi. X-in yerinə 21 qoyarıq. 2 vur 21-ə 42 və 42-dən də 2-sini çıxanda yerdə qalar neçə? 40. Yəni hazırda atanın 40 yaşı var. Cavabımız olar C variantı. Keçək növbəti suala. 3-cü suala baxırıq. 3-cü sualda bizə deyir ki, eyni uzunluğunun 0,4 hissəsi olan düzbucaqlının perimetri 56 sm-dir. Bu düzbucaqlının kiçik tərəfi diametrinə bərabər olan çevrənin radiusunun 1,5 mislini tapın. Biz hələ ki, bizə verilənlərlə rahat şəkildə düzbucaqlının eyni uzunluğunu tapaq. Yəni tənlik qurub tapaq. Eyni uzunluğunun 0,4 hissəsi. 0,4-ü onda 4 deməkdir. Və hər biri 2-yə bölünər, yəni 5-li 2 hissəsi deməkdir. Biz bunu adı kəsirlə yazsaq. Kəsirsiz daha rahat həll edək deyək. Uzunluğuna düzbucaqlının 5x desək, eni olacaq. Həmin o 5x-in 5-li 2 hissəsi. 5-in 5-li 2 hissəsi ilə 5-i 5-ə böləndə 1, 2-yə vuranda eni də 2x yaza bilərik. Və yaxud da uzunluğuna x desək, eni 0,4 x olacaq. Heç biri fərqi yoxdur. O formada yaza bilərsiniz. Məsələn, uzunluğuna daşı belə deyək, A deyib, eninə isə 0,4 A yaza bilərik. Heç bir fərqi yoxdur. Neysə, davam edirik buradan və düzbucağının perimetri eyni uzunluq toplanıb 2-yə vurulur. Yəni 2x üstəgəl 5x vurulsun 2-yə bərabərdir 56. 2, 5, 7, 7-ni 2-yə vuranda 14x bərabər olar 56-ya. 56-nı 14-ə böləndə x-i taparıq 4. X 4-dürsə, düzbucağının eni 2 vurulsun 4, 8-dir. Uzunluğu isə 5 vurulsun 4, 20 imiş. Və indi nə deyir bizə? Düzbucağının kiçik tərəfi, yəni kiçik tərəf deyəndə nəyi nəzərdə tutur? 8. Diametrə bərabər olan çevrənin. Deməli, bir çevrəmiz var. Həmin o düzbucaqlının kiçik tərəfi, yəni, məsələn, belə fikirləşin ki, buradadır. Həmin o kiçik tərəf. 8 buradadır. Diametrdir. Diametri bərabər olan çevrənin radiusunun 1,5. Diametr oldu diametr. Biz bilirik ki, radius bura qeyd edək, burada da qeyd edək. Diametr radiusun kimisidir? Yəni D bərabərdir 2 vurulsun nəyə? R-ə. Və diametr də 8-dir. Çünki düzbucaqlının kiçik tərəfinə bərabər. Onu da yazırıq ki, 8 bərabərdir 2 vurulsun R-ə. 8-i 2-yə bölsək, onda R bərabərmiş 4-ə. Yəni bu çevrənin radiusu 4 və 4 imiş. Bizdən də deyir, həmin radiusun 1,5 mislini tapın. 1,5 mislini tapmaq üçün 4-ü onda vururuq 1,5-ə. Onda 5 2-də 1 demək. 4-ün 2-də 1-i 2-dir, o da 4. Cavabımız edər 6. Və yaxud da 4-ü vuranda 15, 60. Onluq kəsir olduğuna görə 0 silirik. Cavabımız olur neçə? 6 A variantı. Keçək növbəti suala. 4-cü suala baxırıq. 4-cü sual deməli kater məsələsinə aiddir. Katerin çayın axını ilə 3 saata getdiyi yol salın 15 saata getdiyi yola bərabərdir. Kater çayın axınına qarşı 2 saata 36 kilometr yol qət edərsə, katerin öz sürəti neçə kilometr bölü saat? Katerin sürəti qeyd edirik. Deməli kater və çayın sürəti. Axınla var, bir də axına qarşı və s.
Yazaq ki, axınla axına qarşı. Nə deyir bizə? Deyir ki, kater çayın axını ilə 3 saata getdiyi yol. Katerin sürəti k, çayın sürətini ç ilə qeyd edilir. Axın ilə deyəndə katerlə çayın sürəti nə olurdu? Axınla olanda toplanırdı. Yəni kater üstəgəl çay toplayırdıq sürətləri cəmi vururdu zamana. Çünki axınla, yaxın da ona kömək edir. Axına qarşı, axın ona qarşı olduğuna görə, mane olduğuna görə. Axına qarşı isə kater çıxılsın çay olur. Bu qaydalarımız. 3 saata getdiyi yol axın ilə. Yəni kater üstəgəl çay və 3 saata deyəndə biz sürətlər cəmini topladıq. Vururuq zamana. 3 saata getdiyi yol. Salın 15 saata getdiyi yola bərabər. Sal isə deyir ki, motorsuz, yəni motoru olmayan bir taxta parçası da deyə bilərik. Yəni salı aparan ancaq nədir? Çay. Yəni çayın sürəti neçədirsə, salın sürəti də bu formada biz nəzərdə tuturuq. Və çayın sürəti salın sürəti olduğuna görə 15 vurulsun çay. Həmin deyir yola bərabərdir. Bərabərsə bərabər qoyub həll edə bilərik. Biz deyə bilərik ki, hər biri 3-ə bölünür. Yəni 3-ə bölərik bu hissəni və buranı da 3-ə böləndə 5 düşər. Deməli kater üstəgəl çay bərabər olar 5 çaya və buradan çay keçirdəndə sağ tərəfə yanaşır. Kater bərabər olar 4 çaya. Buradan nə başa düşdük yoldaşlar? Deməli katerin sürəti çayın sürətinin neçə misliymiş? 4 misliymiş. Yəni katerin artıq sürətinin yerinə biz nə yaza bilərik? Katerin sürətinin yerinə yaza bilərik. 4 vur çayın sürəti. Məsələn, çayın sürəti tutaq ki, belə deyək. 15-dirsə, katerin sürəti 4 vur 15, 60. Və yaxud da çayın sürəti məsələn 20-dirsə, katerin sürəti 4 vur 20, 80-dir. Yəni çayın sürətinin 4 qatı qədərdir. İndi deyir ki, axına qarşı 2 saatda 36 kilometr. Axına qarşı deyəndə biz nə edirdik? Katerin sürətindən çayın sürətini çıxırdıq da, düzdürmü? Katerin sürətini artıq nə ilə ifadə etdik? 4 vurulsun çay, yəni 4 çıx. Çıxısın katerin sürətindən, katerin yerinə artıq 4 qoyduq. Çıx çay, neçə saata? 2 saata. Yəni vuracağıq bunu onda. 2-yə, 2 saata. Nə qədər girib? 36. Bərabərdir 36. 36-nı 2-yə böləndə düşər 18. 4-dən 1-in çıxanda 3 bərabərdir. Yəni 3 çay bərabərdir 18. 18-i 3-ə böləndə çayın sürəti olur artıq neçə? 6. Deməli, çayın sürəti 6-dır. Və bizdən katerin öz sürətini soruşur. Katerin öz sürəti də burada deməli qeyd edək. 4 olduğuna görə. 4 vur 6 cavab edər 24. Yəni D variantı. Nə etdik? Birinci deməli kater, çay ifadələrini qeyd etdik. Birinci verilən şərtə görə biz ifadəni qurduq. Bu ifadə bizə katerlə çay arasında olan bir asılılıq verdi. Asılılıq o oldu ki, katerin sürəti çayın sürətindən 4 dəfə çoxdur. Ona görə biz çayı Ç hərfinə, yəni baş hərfinə qeyd etdiyimiz katerdə bundan 4 dəfə çox olduğuna görə 4 yazdım. Və axına qarşı dediyinə görə sürətlər fərqin zamana vurduq, yola bərabər etdik. Buradan çayı tapdıq 6-dır və katerdə bunun 4 misli olduğuna görə 6 4-ün 24 cavabını aldıq. Keçək növbəti suala. 5-ci suala baxırıq. 5-ci sualda deyir. Topdakı parçanın 0,25 hissəsi satıldı. Əgər satılan parça 75 metr çox olsaydı, satılan parça ilə qalan parçanın uzunluğu bərabər olardı. Satıcı bütün parçanın hər bir metrini 3 manat 80 qəpikdən satarsa, nə qədər pul əldə edər? 0,25-i bərabər %25 kimi yazsaq və hər biri 25-ə bölsə, 25-i 25-ə böləndə 1, 100-i 25-ə böləndə 4. 4də 1 hissəsi deməkdir. Yəni nə qədər hissəsi satılıb? 4də 1 hissəsi satılıb deməkdir. Yazırıq burada satılan və yazırıq qalan. Ümumi parça nə qədərdir? Parçaya da yazırıq parça. Ümumi uzunluğun x-ini ifadə edir. Satılan nə qədər oldu? 4də 1 hissəsi. Satılan onda x-in 4də 1 ilə 4də 1 x yazırıq. 4də 1 x. Qalan nə qədər olacaq? Əgər 4 hissədən 1 hissəsi satılıbsa, 4-dən 1-in çıxanda 4də 3 hissəsidir. Bu qədər. Yəni şifahi şəkilləri ilə yaza bilərik. 4də 3 hissəsi.
Çünki elə x-dan çıxanda 4-də 1x, ortaq məxrəc gətirəndə 4-də 4x çıx 4-də 1 və buradan alırıq ki, 4-də 3x. Evet, elə qeyd etdiyimiz kimi şifahi şəkildə də yaza bilərdik. Nəysə, davam edirik. Deyir ki, satılan parça 75 metr çox olsaydı, yəni satılan artıq 4-də 1x yox, 75 metrdə çox. Artırıram, 75 metr satdım. Baxın, indi burada ifadə budur ki, 75 metr satıramsa, nədən artıq satıram? Qalandan satıram da. Əgər mən satdığım hissəni 75 artdırdımsa, 75 artdırdım. 75-i hardan gətirdim? Göydən gəlmədi ki. Hardan gəldi? Qalan hissədən gəldi də. Yəni buradan çıxdım 75-i apardım ora. Onda qalan hissə artıq 4-də 3x yox, 4-də 3x çıx 75 olmuş olur. Yəqin ki, fikrim aydın oldu. Və bunlar deyir ki, bərabər olardı. Bərabər olardı deyir, biz də bərabər qoyub həll edirik. Və burada həll etsək, çıxılsın 75 sağa keçəndə toplam olar, yəni 75 üstəgəl 75, 4-də 3x öz yerində və 4-də 1-i keçirdəndə sağa çıx 4-də 1x olmuş olar. Onda olar 150 bərabərdir 4-də 2x-a. Çarpı şəkildə vursaq və yaxud da ixtisarı da apara bilərik. Yəni, bu da bərabərdir 2-də 1x-a. Hansı yerdən 2-də 1 hissəsi 150 idir? X bərabərdir 150 vurarıq 2-yə. Bu da bərabər olar 300 tapmış olar. 300 nə oldu? Ümumi parçanın neyi? Uzunluğu. Parçanın uzunluğu deməli nə qədərmiş? 300 metr. Bizdən də soruşur. Satıcı bütün parçanın hər bir metrini 3 manat 80 qəpikdən satarsa, nə qədər pul əldə edər? Hər biri 380 isə onda 300-ü vururuq 380-ə. 380-də 3,8 kimi yaza bilərik. Yəni, sonsuz sayda sıfırları artırmaq olur. Və arxadakı sıfırları da silmək olur. Onu kəsrlərdə ifadə etmişdik. Burada deməli, sıfırın biri ilə vergül sağa gedər. Yəni, biz bunu 30 vur 38 kimi yazarıq. Sıfırı arxada yazanda 3 8-in 24, 3 üçün 9, o da 2, 11. 1140 manat əldə etmiş olar. 1000 bərəkət. Yəni, parçada pul var. Parça satışına keçmək lazım. 5-ci sual alacağımız oldu. B variantı. Keçək növbəti suala. 6-cı suala baxırıq. 6-cı sual faiz məsələsinə aid sualdır. Bizə deyir ki, yaş fındıq qurudularkən çəkisinin 20%-ni itirir. Kiloqramı 12 manat alınan yaş fındığın qurudulmuş halının 1 kiloqramı neçəyə satılmalıdır ki, bu ticarətdən 20% gəlir əldə edilsin? Faizdə deyəndə biz bilirik ki, faiz, yəni ədədin %1 hissəsi. Əgər 20%-in itirirsə, 100%-dən çıxanda 20%-in neçə faizi qalır artıq? 80%-i qalmış olur. Bu 80% qalandır. Qalan, bura qeyd edirik. 12 manat alınır. Yəni 12 manat, bunun nə qədərisidir? Manat yaza bura, manat. Bu isə faizi. 12 manat 80% imiş. Sonra isə bizə deyir ki, qurudulmuş halın 1 kiloqram neçəyə satılmalıdır ki, bu ticarətdən 20% gəlir əldə olsun. Gəlir nə deməkdir? Yəni 100% ümumi maya dəyəridirsə, 20% itirəndə çıxdıqsa, gəlir deyəndə isə üstünə 20%-in gəliri 100 üstə 20, 120% olur artıq. Onda bəs 120% nə qədərdir? 120% isə x. Bu qədər sadə. Yəni, müxtəlif yollar var. Ən sadə yolla bu formada həll etmək mümkündür. Faiz faizin altından, manat manatın altından. Bunda çarpaz şəkildə vursaq, 80 vur x bərabərdir 12 vur 120-yə. Burada 80 və 120 hər biri bölünər 40-a. 40-a bölərik 2 düşər, 40-a bölərik 3 düşər, 12-ni də 2-yə bölərik. Burada 6 düşər. X bərabər olar 6-nı vuranda 3-ə 18. Neçəyə satılmalıymış? 18 manata satılmalıdır ki, 20% gəlir əldə olsun. Çünki onun 20%-i qurudulur və ziyana getmiş olur. O da sağ olsun daha böyük baha qiymətinə satır.
və 20% xeyir görmüş olur. Davam edək, 7-ci suala baxırıq. 7-ci sualda deyir: ABC və CB-A, yəni hərflərindən qeyd olunub. 3 rəqəmli ədədlərdir. Və bizə deyir ki, A, B, C-dan çıxanda CB-A-nın bu fərq bərabər olmuş nəyə? 594-ə. Və sonra əlavə bizə verib ki, A çıxılsın C bərabərdir 6-ya. Yazıla biləcək ən böyük ABC ədədinin rəqəmlər hasilini tapın. Deməli, ABC-də ən çox olmalıdır. ABC-ni ən çox tapmalıyıq. Baxaq, deməli, nə etməliyik? A-dan C-ni çıxanda bizə neçəni verib? 6-nı. A-dan C-ni çıxanda 6 verir. Bir-biri arasında fərq. Ən çox olması üçün bura qeyd edirik. Bizdən soruşulan budur. A, B, C ədədi nə olmalıdır? Ən çox. Ən çox olması üçün deyirik ki, ədədin yüzlüyü də, yəni başladığı ədəd. Nə ilə başlayırsa, A ilə başlayır, düzdürmü? Yüzlüyün biz ən böyük ədəd götürməliyik. A-ya ən böyük rəqəm neçə yaza bilərik? Rəqəmlərimiz də 0, 1, 2, 3, ta ki 9-a kimi. Ən böyük rəqəm 9. Yəni A-nın yerinə yaza biləcək ən böyük rəqəm 9. Niyə 9 yazdıq? Çünki ən böyük ABC dediyin. Onda A-nın yerinə yazırıq 9. A-nın yerinə 9 yazsaq, 9-dan neçə çıxanda 6 edir? Deməli C-də neçə olmalıdır? 3. Bu ilə də bitdi. C-nin yerinə yazırıq 3, 9 və C-nin yerinə 3. 3-dən 9, yəni 13-dən B-dən birini götürüb. 13-dən 9, 4. B neçədirsə fərqi yoxdur. Növbətin çıxanda 9 qalmış olur. A ilə C-nin qiymətini tapdıq. İndi növbə nədədir? C-nin də yerinə 3. B-ni tapmaqdır. Rəqəmləri fərqli şərti varmı? Yoxdur. Əgər rəqəmləri fərqli şərt olsaydı, B-nin yerinə 8 yazarıq. Amma elə bir şərt olmadığına görə biz nə edirik? B-nin yerinə də 9 yaza bilərəmmi? Niyə yazmırıq? Rəqəmləri fərqli şərti yoxdur. Ən böyük hansı oldu? 993 və rəqəmlər hasili. 9 vur 9 vur 3-ə. 9 9-un 81, 81-də 3-ə vuranda 3, 24, yəni 243 B variantını almış olarıq. Keçək növbəti suala. 8-ci suala baxırıq və sualı daha aydın olsun sizə deyə ekranda şəkil formasında göstərmişəm ki, ümumi necə yarandığı və niyə hər hansı bir dəyişiklik olmadığını buradan görmüş olar. Bizə deyir ki, uzunluğu 18, eni 12, hündürlüyü 10 santimetr olan düzbucaqlı parapetin hər küncündən tili 2 santimetr olan kublar kəsilib çıxarıldı. Şəkildə də gördüyünüz kimi. Qalan fiqurun səthinin sahəsi neçə kvadrat santimetr olar? Birinci burada yadda saxlayın ki, sahə, həcm dəyişə bilər təbii ki. Yəni, nəsə bir şey oradan çıxardırsansa, götürürsənsə, həcm dəyişir. Sahə isə dəyişməyəcək. Nəyə görə olar? Baxın, birinci şəkildəki solda olan tam kuboiddir tutaq. Kuba oxşayır, amma biz kuboid kimi qəbul edirik. İkinci şəklə baxsınız. Baxın, bunu bərpa edək burada vurulan hissə. Bərpa edək bu hissə və aşağı hissə. Bura tam olmalıdır. Yəni, bu hissə tam olmalıdır. Sahə deyirsə, deyir ki, baxın, mən bizə məsələn deyirəm, bax, üst haradır? Bax, üstün sahəsi hara gedir? Deyir ki, həmin üstün sahəsi, baxın, bu aşağı olan hissə var ya, aşağı. Bax, bu yerdəki. Bu üstün sahəsi ilə bu aşağıda hesablanırmı? Hesablandı. Həmin bu ilə aşağıdadır. Sonra deyirsiniz ki, mənim bəs tutaq ki, bu hissə, bax, böyür belə deyir. Böyür hissə hansı sahədir? Deyirəm ki, həmin o böyür hissədə bu qıraqdakı tin ilə bu həmin bu böyür hissə deyilmi? Həmin bu böyür hissədir. Bəs deyirsiniz ki, mənim bu tərəf, yəni bu tərəfə bəs hara getdi? Deyirəm, həmin bu tərəfdə bax, buradakı hissə deyilmi? Həmin bu hissədir. Sahə dəyişdimi? Yox. Yəni bunun 3 hissəsi getmişdi, təpə nöqtəsindən olduğuna görə. 3 hissəsi getdiyinə görə bu hissənin də 3 hissəsi gedibdi. Yəni sahə dəyişmir. Yəqin ki, artıq şəkildən də aydın olmuş oldu. Sahə dəyişmədiyinə görə biz də deyirik, düzbucaqlı parapetin və yaxud da kuboidin sahəsi necə tapılırdı? S bərabərdir A vurulsun B, üzərinə gəlsin B vurulsun C, üzərinə gəlsin A vurulsun C və vururduq 2-yə. Nə üçün? Ona görə ki, ürəyimiz belə istəyir. Qayda belədir. Nə üçün qayda belədir? Tutaq ki, düzbucaqlı sayəsini tapmaq üçün A vurulsun B olmalı deyilmi? Hündürlüyünə də bir C yaz. A vurulsun B. Bu A vurulsun B oldu. Bunun aşağı hissəsi, yəni bu oturacaq da A vurulsun B olur. Ona görə 2-yə vururuq.
Və yaxud da bu hissə tutaq ki, C-dir, bu tərəf B. B vurulsun C deyilmi bura? Bunun qarşı tərəfi bu hissədə B vurulsun C olmalıdır. Və ya bu tərəf A-dır, bu hissə A qeyd etmişdik. Daha doğrusu bura A olmalıdır, bura B. A vurulsun B. Bu tərəfdədirsə, burada A vurulsun B olur. C vurulsun B bizə baxan üzüdür. Burada qeyd edirəm. C vurulsun B bizə baxan bu üzüdür. Bunun qarşı üzü bu tərəfdəki olanda C vurulsun B olmalıdır. Onda bizə verilənləri qoyaraq yerinə S bərabərdir olar. 18 vurulsun 12-yə. Üstər yansın 12 vurulsun 10-a. Üstər yansın 18 vurulsun 10-a. Və bunların da cəmi vururuq 2-yə bərabər olar. 18 12-yə vuranda 216, 120, 180. 120, 180, 300, o da 216. 516 edər. 516-nı 2-yə vuranda 1000, o da 16-nı 2, 32, 1032 cavabını almış olar. Güman edirəm ki, tam mahiyyəti etibarından sizlərə aydın olmuş oldu. Keçək növbəti suala. Növbəti 9-cu suala baxırıq. 9-cu sualda deyir. İşçi bir işin 4də 1 hissəsini 6 saata, digər işçi isə qalan işi 9 saata bitirir. Onlar bir işdə işin tamamını neçə saata bitirərlər? Deməli, birinci işçi əgər 4də 1 hissəsini 6 saata bitirirsə, 4də 1 hissəsi 6 olan ədəd 6 böl 1-ə vur 4-ə, ümumi işdə 24 saata bitirmiş. Digəri qalan işin deyir bu yoldaşlar. Əgər 4də 1-in işin görülübsə, nə qədəsi qalır? Tam hissədən, yəni 4-dən 1-in çıxanda 4də 3 hissəsi qalır. Deməli, digəri 4də 3 hissəsinin qalan işin deyir. 4də 3-ü 9 saata bitirirsə, ikinci işçi 4də 3-ü 9 olan 9 böl 3-ə vur 4-ə, bu edər 3, 3 4-ün 12. Onlar bir işdə işin tamamını neçə saata bitirərlər? Müxtəlif cür həll edə bilərik. Yəni, biri 24 saata, biri 12. Xəyali ədədlə, məsələn, birinci. Xəyali ədəd olsun, bularsın elə 24-ün özü. 24-ü böləndə 24-ə 1-nin gücü 1. 24-ü böləndə 12-yə digərin gücü 2. İkisinin bir işdə gücü 2 üstə 1-i toplayırıq. 3. 24-ü böləndə 3-ə cavab verir neçə? 8 Y variantı. Bu birinci yol. İkinci yol göstərək. İkinci yolda dedik ki, hasilləri iş məsələsində qeyd etmiş. 24 vur 12. Birlikdə və ikisi də eyni iş görürsə, böləcək nəyə? Cəmlərinə. Yəni, 24 üstə gəl 12. Üstə yazarıq 24 vur 12. Bölünsün 24 üstə 12, 36. İxtisarları aparaq. Hər biri deməli 12, 36. 12-yə bölünər elə 3 qalar. 24-ü 3-ə böləndə yenə cavab 8. Digər bir yolu yaza bilərsiniz ki, 24-də 1 üstə gəlsin. İstər gəlsin deməli 12-də 1 bərabərdir. İş nə qədərdir bilmirik. X-də 1, yəni 1 saata görə də iş. Yenə də bu kəsr məsələsini həll edib eyni cavabı almış olarıq. Heç bir fərqi yoxdur. Və keçək növbəti 10-cu suala baxaq. 10-cu sualda qeyd olunub ki, baxaq nə qeyd olunub. Onda X 15, 19, 20, Y natural ədədlər sırasının həm ədədi ortası, həm də medianı 20-dir. Y-ni ala biləcək ən böyük natural qiyməti tapın. Median yadımıza salaq. Median nə idi? Statistik ortada qeyd oluna bilərdi. Median deyəndə biz ədədləri, verilən ədədləri kiçikdən böyüyə doğru düzürdük. Əgər tək saydadırsa, ortadakı ədədi götürdük. Cüt saydadırsa, ortadakı 2 ədədin cəmin toplayıb 2-yə bölürdük. İndi median 20-dir deyir. Baxırıq ki, burada neçə ədəd var? Saysa 1, 2, 3, 4, 5. 5 ədəd varsa, baxın 1, 2, 3, 4, 5. Deməli, ortadakı ədəd artıq median olmalı. 6 ədəd olsaydı, ortadakı 2 ədədi biz toplayıb 2-yə bölərdik. Deməli, median 3-cü ədəddir. Yəni, ortada, tən ortada qalan. Və deyir, medianı da 20-dir. Median 20-dir. 20-dən kiçik ədədlər hansılardır? 15 və 19. Deməli, 15 bura yazılmalıdır. 19 da bura. Yəni, bura qədər olan hissə mütləq bu formada olmalıdır. Növbəti də hansılar olsun? Növbəti X və Y olmalıdır. Başqa bir variant varmı? Yoxdur. Ədədi ortası da deyir, həm də 20-dir. Ədədi ortada verilən ədədlərin cəminin sayına bölünməsi. Yəni, 15 üstə 19, üstər gəlsin 20, üstər gəlsin X, üstər gəl Y və bölürük sayına, sayı yəni də 5 ədəd olduğunu 5-ə və ədədi ortası 20 olur. 15, 19 bu edər
20, 25, 34, o da 20, 54. 54 üstəgəl x, üstəgəl y nə? 5-ə böləndə 20 düşər. 20-ni 5-ə vuraq. 100. 100-dən 54-ün çıxanda x üstəgəl y bərabər olar 46-ya. Bizdən soruşduğu y-ni ala biləcəyi ən böyük qiymətdir. Y-in deyir ki, ala biləcəyi ən böyük qiyməti tapın. Y-in ən böyük qiymət alması üçün x burada nə olmalıdır? X-in qiyməti ən kiçik, ən az olmalıdır. Və x-a ən az hansı qiymətlər verə bilərik? Deməli, 1 verə bilərikmi? Xeyr. Çünki əgər x-a 20-dən kiçik hər hansı bir ədəd versək, median həll edəndə, biz medianına görə həll edəndə 20-dən kiçik ədədlər 15 və 19 oldu. 15 və 19-dan əlavə 20-dən kiçik hər hansı bir ədəd yazsaq, artıq 20 median ola bilərmi? Ola bilməz. Yəqin ki, fikrim aydın olmuş oldu. Məsələn, tutaq ki, x-in yerinə 5 yazaq. 5 yazsaq əgər x-in yerinə, onda bu 5, 15, 19, sonra 20, 46-dan da 5-in çıxanda digərdə 39 olmalı. Median 20 olarmı? Xeyr. Artıq 20 nə oldu? Sağa tərəf sürüşdü. Median 19 oldu. Çünki ədədlər tək saydır. Yəqin fikrim aydındır. Bəs x-a ən az neçə? İlk baxışdan ağlımıza 21 gəlir. Düzdürmü? 21 yazaq. Y-imiz də 25 olsun. Bəs 20 yazmağımıza kim mane ola bilir? Heç kim. Çünki bu ədədlər bir-birindən fərqlidir. Şərti varmı? Yoxdur. X-in yerinə yaza biləcəyimiz ən kiçik qiyməti nədir? 20-nin üzüdür. Median tən ortada olduğuna görə mediandan sağdakı ədədlər həmin o mediandan mütləq böyük bərabər və mediandan soldakı ədədlər isə həmin mediandan mütləq nə olmalıdır? Kiçik və bərabər. Bərabərlik şərti olduğuna görə x-in yerinə ən az elə 20 yazırıq. X-in yerinə 20 yazanda 46-dan 20-sini çıxanda y də bərabər olur 26-ya. Yəni cavabımız olur D variantı. Güman edirəm ki, aydın olmuş olar. 11-ci suala baxırıq. 11-ci sualda bizə deyir: İki şəhər arasında məsafəni qət etmək üçün qarşı-qarşıya yola düşən avtomobillərin sürətləri 72 və 88 km/saatdır. Görüşənə qədər sürəti çox olan digərindən 48 km çox yol getmişsə, şəhərlər arasında məsafə neçə kilometrdir? 48 km çox getməsinə səbəbi nədir? Birinin sürəti 88, digəri 72 idi, düzdürmü? Deməli, hər saatda, km/saat o deməli ki, 1 saata nə qədər gedir? Yəni, hər saatda 88-dən çıxsaq biz 72-sin, yerdə qalar 16. Yəni, hər saatda 16 km çox gedir. Bəs 48 km çox getməsi üçün neçə saat keçməlidir? Onu tapmaq üçün nə etməliyik? 48-in içində neçə 16 var? Yəni, bu neçə dəfə təkrarlayır? 48-i bölürük 16-ya, bu da düşür 3 dəfə. Yəni, 3 dəfə bunu təkrarlayır. Deməli, onda buradan başa düşürük ki, neçə saat keçib elə? 3 dəfə bunu təkrarlamaq elə 3 saat keçməsi deməkdir. 3 saat. Bildik ki, bunlar 3 saat yolda olurlar. Qarşı-qarşı və əks istiqaməti sürət məsələsində biz bilirik ki, sürətlər cəmi, yəni V1 üstəgəri V2, vuranda zamana T-yə bərabərdir S gedilən yolu tapın. Onda olacaq 72, üzərinə gəl 88 və vurulsun saatı da tapdıq 3 saat. 3-ə. 72 üstə 88, bu edər 160. 160-ı da 3-ə vuranda cavabımız edər 480 kilometr, yəni C variantı. Orada qeyd edək, bir də saniyə. C variantı. Keçək növbəti suala. 12-ci suala baxırıq. Meşədəki ağacların 0,6 hissəsi şam ağacıdır. Hər 10 şam ağacından 0,5 sm qozalaq yığılır. Cəmi 1,5 ton qozalaq yığılıbsa, meşədə şam ağacından başqa neçə ağac var? Deməli, ümumi hər 10 şam ağacından 0,5 sm yığılır. Burada isə deyir ki, cəmi 1,5 ton yığılır. Biri sentinerləndir, biri tonlandır. Hər birinin eyni çəki vahidinə gətirək. Deməli, 1 sentinerimiz 100 kiloqramdır və 1 ton bərabərdir 1000 kiloqrama. Onda olacaq 1,5 ton yığılıbsa cəmi. 1,5-i də biz vuranda 1000-ə, deməli, 1 sıfırla vergül gedər sağa, 15 vurulsun 100 deməkdir. Yəni, 1500 kiloqram deməkdir. 1,5. Yəni, 1 tam 1 ton, onda 5 isə yarısı deməkdir.
1500 kiloqram. Deməli, cəmi ümumilikdə nə qədər yığılıb? 1500 kiloqram yığılıb və hər 10 şam ağacından 0,5 deməli, sentner yığılır daxı. 0,5 sentneri də kiloqrama çevirsək, 1 sentner 100 olduğuna görə 0,5-i 100-ə vuranda 1 0 vergi ilə gedər, 5 vurulsun 10 deməkdir. Bu da 50 kiloqram deməkdir. Hər dəfə hər 10 ağacdan 50-50 kiloqram. Bu belə təkrarlanıb və sonda nə qədər olub? Sonda olub deməli 1500. 1500-ün içində neçə 50 var? Bunu neçə dəfə təkrarlayıb? 1500-ü bölərik 50-yə, sıfırlar getsə 150-ni 5-ə böləndə 30 dəfə təkrarlanıb. Və hər neçə ağacdan? Hər 10 şam ağacından. Yəni neçə dənə belə 10 şam ağacı var? 30 dəfə təkrarlandığına görə. 30-u vuranda 10-a, bu deyilir 300. Deməli 300 şam ağacı var. Amma bizə nə deyir? Meşədə şam ağacından başqa neçə ağac var? Ümumi indi biz ağacların sayını tapaq. Ağacların sayını tapmaq üçün nə etməliyik? 0,6 hissə, yəni bunu adi kəsrə də çevirə bilərsiniz. Belə deyək, 300-ü 0,6-ya da bölə bilərsiniz. 0,6 hissəsi şamın da, yəni 10-da 6 deməkdir. Bu da hər biri 2-yə bölünər, edər 5-də 3 hissəsi nədir? Şam ağacı. 5-də 3-ü. 5-də 3-ü 300 olan ədəd tapmaq üçün. Onda biz 300-ü, burada qeyd edirik elə, bir saniyə, elə 300-ü bölərik 3-ə, hissəsinə görə ədəd tapanda. Sürətinə bölüb məxrəcinə vur. Vurarıq 5-ə. Bu da bərabər olar. 100, 100-ü 5-ə vuranda 500. Baxın, bu 500 ümumi nə oldu? Ümumi oldu ağacların sayı. Amma bizə nəyi soruşmuşdu? Bir də saniyə bu yazdığımızı buradan götürək. Yazı hissəsini rahat şəkildə oxuya bilir. Bizdən soruşduğu isə deyir ki, meşədə şam ağaclarından, daha doğrusu ağacından başqa neçə ağac var? Yəni şam ağaclarını saymalı deyil. Şam ağaclarının sayını biz tapdıq. Şam ağaclarının sayı 300 ədədidir. Və meşəçi ağaclarının sayını da tapdıq. Meşəçi ağaclarının da sayı da 500. 500-ün 300-ü şamdırsa, neçəsi şam ağacı deyil? 500-dən sonra 300-ün cavabımız olar 200. Yəni 200 şam ağacı deyil. Yəni digər ağaclardır. 12-ci suallara cavabımız oldu B variantı. Keçək növbəti suala. 13-cü suala baxırıq. 13-cü sinifdəki oğlanların sayı qızların sayının 7-də 3 hissəsindən 4 nəfər çoxdur. Bundan qeyd edək. Sinifdə qız var, bir də oğlan qeyd edirik. Oğlan, bir də şagirdlər orada. Şagird, yəni oğlan və qızların cəmi. Deyir ki, qızların 7-də 3 hissəsindən. Daha rahat olsun deyə, yəni kəsirsiz həll edək. Məxrəc 7-dir axı. Biz onda qızların sayını 7-yə bölünən 1-ədir. Qızların sayını ilə götürərək 7x formasında. Çünki qızların 7x-ini, yəni 7-də 3-ünü tapmaq daha rahatdır axı. Çünki 7x-i bölürük 7-yə, vururuq 3-ə, bu da eləyir 3x. Yəni biri ilə məxrəci olanda digəri də avtomatik olaraq nəyi olur? Sürəti. Və deməli burada oğlanların da sayı oldu. Nə qədər? 3x, yəni 7-də 3 hissəsindən. Və deyir neçə nəfər çoxdur? 4 nəfər də çox. Üstə gəlsin 4. Şagirdlərin sayına qədərdir. Şagirdlərin də sayını buradan tapa bilərik. Yəni qızların sayı üstə gəlsin oğlanların sayı. 7x də 3x gələndə bu edər 10x plus 4 də öz yerində. Bu da oldu deməli şagirdlərin sayı. İndi məsələni həll edək. Tənliyin quraq. 8 oğlan gəlib. Oğlanların sayı 3x plus 4-düdür. Gəlmək nə deməkdir? Yəni sayı artıb. Üstə gəl 8 oğlan da gəldi. 4 qız getdikdən sonra qızların sayı 7x-dır və 4 qızda getmək nə deməkdir? Azalmaqdır sayı. 4 nəfər çıxır. Sayıları deyir ki, bizə nə oldu? Bərabər oldu. Bərabər oldusa, bərabər qoyub tənliyimizi həll edək. 4 üstə 8, 12. Çıxılsın 4, sola keçindən toplama olur. 12 üstə 4, bu eləyər 16. Bərabərdir. Və buradan 7x söz yerindədir. 3x sağa keçəndə çıxma olar. 7-dən 3-ün çıxanda 4x. 16-nı 4-ə böləndə x bərabər olur 4-ə. Bizdən deyir ki, başlanğıcda neçə şagird var idi? Şagirdlərin də sayını burada qeyd etmişdik. 10x plus 4-dür. Onda olacaq 10 vur 4-ə, üzərinə gəlsin 4. 14-ə vuranda 40, üzərinə 4 gələndə 44. Yəni cavabımız olur C variantı. Burada məsələn qızların da sayını tapa bilərdik. 7 vur 4-ə. Qızların sayını soruşsaydı 28 deyərdik. Oğlanların sayını ayrıca soruşsaydı 3 vur 4-ə 12, üzərinə 4 gələndə 16. Yenə də 28 və 16-nı toplasa 44 cavabını tapmış olardıq. Heç bir fərqi yoxdur. Keçək növbəti suala. 14-cü suala baxırıq. 14-cü sualda deyir, Bakıdan İstanbula uçan təyyarə İstanbul yerli vaxtı ilə
saat 17:05-də yerə indi. Təyyarə 200 dəqiqə havada olmuşdursa və İstanbul Bakıdan 1 saat geri qurşağında yerləşirsə, təyyarə Bakı vaxtı ilə saat neçədə yola düşüb? 1 saat geri qurşağı nə deməkdir? Məsələn, İstanbul yazırıq, bir də Bakı. Tutaq ki, İstanbulda saat 13:00-dursa, 1 saat bizdən geridədir axı. Bizdə isə 14:00 olmalıdır. Yəni biz onlardan nə olur? İrəlidir. Və yaxud da bizdə məsələn, belə deyək, Azərbaycanda, Bakıda, bizdə saat tutaq ki, deyirəm ki, 17:00, onlar bizdən 1 saat nə olacaq? Geri olacaq. Yəni onlarda olacaq 16:00. 1 saat geri qurşağı bu deməkdir. İndi qayıdaq məsələni həll edək. 200 dəqiqə havada olur. 200 dəqiqəni saata çevirsək, 1 saatımız 60 dəqiqə olduğuna görə biz 200 dəqiqə havada olurdu. 200-ü bölərik 60-a, bu da düşər 3 saat, 3 saat 20 dəqiqə. 3 saat 20 dəqiqə deməli havada olur. Və 17:05-də yerə enib. 17:05-də yerə enibsə, 17:05-dən çıxarıq 3 saat 20 dəqiqəni ki, hansı vaxtda, yəni İstanbul vaxtı ilə hələ ki biz tapırıq. Hansı vaxtda deməli havaya qalxıb. 3 saat 20 dəqiqəni çıxanda bura yazırıq, deməli 03 yazaq, bir də 20, yəni 3 saat 20. 03:20 deyəndə ümumi saatı göstərir. Sadəcə nə qədər zaman çıxdığımızı tapırıq. Buradan çıxanda deməli 5-dən 20-sini çıxmaq olmaz, yəni dəqiqədən daha rahat olsun deyə mən 17-dən biz nə edərik? 1-ini götürərik, yazarıq 16. Həmin o götürdüyümüz 1 saatda 60 dəqiqədir. 60 üstə 5, 65 edər. Və 16, 65 çıxarıq 03, 20-si. Yerdə qalar neçə? 13, deməli 45. 13, 45 İstanbul. İstanbul saatına görə təyyarə 13:45-də havaya qalxıb. Amma bizə deyir ki, təyyarə Bakı vaxtı ilə saat neçədə yola düşüb? İstanbulda Bakıdan 1 saat geri idi axı. İstanbul Bakıdan 1 saat geridirsə, Bakı İstanbuldan 1 saat nə olmalıdır? İrəlidə olmalıdır. Yəni İstanbulda 13:45 olanda biz üstünə 1 saat gəlirik. Bakıda saat olur 14:45. Cavabımız olur, deməli A variantı. Əvvəlcədən belə də eləyə bilərdiniz. Məsələn, 17:05-in üstünə 1 saat gəlsəz, 18:05 Bakı vaxtı ilə artıq təyyarə yerə enmiş olardı. Növbəti 15-ci suala baxaq. Ekranı silək. 15-ci sualda isə bizə deyir ki, üçbucağın tərəflərindən biri digərindən 2 sm, üçüncündən isə 4 sm kiçikdir. Perimetr 30 sm olan bu üçbucağın kiçik tərəfini tapın. Tutaq ki, belə bir üçbucağımız var, hər hansı birisi fərqi yox. Tərəflərindən biri hər hansı birinə x yazdım. Digərindən 2 sm kiçik. Kiçikdirsə deməli digəri bundan 2 sm nə olmalıdır? Əksinə böyük, yəni x plus 2 olmalıdır. Və üçüncüdən də 4 sm kiçik. Deməli onda üçüncü də bundan 4 sm əksinə nə olmalıdır? Böyük olmalıdır. Yəni o deyil bu formada da yazasınız. Başqa cürdə həll edə bilərsiniz. Yəni hər hansı bir məsələnin, bir çox məsələnin müxtəlif cür həll yolları olur. Yəni mən burada yazanda siz başqa yolla tapıbsınızsa və cavabınız hər dəfə həmin o yolla, yəni müxtəlif yolla, fərqli yolla yazanda düzgün alınırsa, yəni öz yazdığınız yolda yoxlayırsınız, hər şey düzgündürsə, yəni heç bir fərqi yoxdur. Bu o demək deyil ki, siz fərqli yolla gedirsinizsə təsadüfən cavabınız düzdür. Fərqli yollarla gedib eyni cavabı ala bilərik. Heç bir necə deyək, fərqi yoxdur. Adı üstünə. Fərqi yolla fərqi yoxdur. Fərqi biraz eynisidir, çox təşəkkür. Nəysə. Perimetr deyiləndə nə nəzərdə tutulur? Qapalı, istənilən hər hansı bir qapalı fiqurun tərəflərinin cəmi perimetrinə bərabərdir. Onda P bərabərdir. Tutaq ki, bir tərəfi A, biri B, biri C-dirsə, perimetr A üstəgəl B, üstəgəl C demək. Onda perimetr 30 bərabərdir. X üstəgəl X plus 2, üstəgəl X plus 4. Onda 30 bərabərdir 3x plus 6-ya. 30-dan 6-sını çıxanda 24 bərabərdir 3x-a. 24-ü 3-ə böləndə buradan alırıq ki, x bərabərdir 8. Deməli, burada bir tərəfi 8, digər tərəf 8 üstə 2, 10. Digər tərəf 8 üstə 2, 12 imiş. Bizdən soruşur ki, ən kiçik
tərəfini tapın. Cavabımız olur A variantı 8. Bunu digər yolla necə həll edə bilərdik? Digər yolla. Biz ardıcıl ədədlərin artan sırayla düzüldüyünü, 2-2 daha doğrusu artan sırayla düzüldüyünü bilirik. Birindən 2 kiçik, digərindən 4 kiçik. Deməli, bu ədədlər ardıcıl ədədlərdir. Onda elə 30-u biz ardıcıl ədədlər olduğuna görə neyinirik? Bölərik 3-ə, düşər neçə? 10. 3 dənə ədəd olduğuna görə, tək sayda olduğuna görə. Deməli, 10 ortada olandır. Digəri bundan 2 çox 12, digəri bundan 2 az 8. 8, 10 və 12. Yəqin ki, izah tam aydın olmuş olar. Keçək növbəti suala. 16-cı suala baxırıq. 16-cı sualda deyir ki, AB düz xətti üzərində C və D nöqtələri qeyd edilib. Burada qeyd edin, ta ki bu bizim düz xəttimiz olsun. Bu xətti dəyişək. Dəyişə bilsə inşallah. Aha, bu bizim olsun düz xəttimiz. A-dır, B-dir. Və C və D qeyd olunub. Biz bilmirik ki, C, D necədir. Məsələn, D nöqtəsi burada ola bilər, C nöqtəsi burada ola bilər. Və bizə deyir ki, AC məsafəsi AB məsafəsindən 4 dəfə az. CD məsafəsi isə AB parçasının 1/3 hissəsi qədərdir. Onda C mütləq burada olmalıdır, D burada. Nə üçün? Bunu da göstərək. Bir də saniyə. Tutaq ki, D əvvəlcədən olsun, düzdürmü? Elə üstə yazdığımız kimi olsun. Biz ümumi AB məsafəsinə burada qeyd edirik. AB həm 4 dəfə az, həm 1/3 deyirsə, 3-ə 4-ə bölünən kəsirsiz daha rahat olsun deyə 12x götürürəm. Yoldaşlar, bir də bir şey qeyd edim ki, çox vaxt kəsirsiz yazmağımın səbəbi, məsələn, bu suallar, bu izahlar əsasən belədir. İbtidai sinif müəllimlərinə bir çoxunun belə deyil də, həmin o kəsirdə çətinlik çəkdiyinə və yaxud da vaxtların çox apardığına görə, təkcə çətinlik məsələsi deyil, vaxtların çox apardığına görə və ya özləri də şagirdlərə daha rahat yol izah etsin deyə bu formada veririk ki, yəni kəsirsiz olanda bir sualın həllini daha tez və daha rahat görmək mümkün olur. AB-yə ümumi məsafə, AB-yə nə yazdıq? 12x yazdıq. İndi bizə deyir ki, AC AB-dən 4 dəfə az. 4 dəfə azsa 12x-i biz bölsək 4-ə düşər nə qədər? 3x. Yəni biz AC-yə buradan bura olan hissəyə nə deməliyik? Bura 3x deməliyik. Əgər bu formada düzülsəydi. Sonra isə deyir ki, deməli bu oldu AC. AB məsafəsindən digəri, yəni CB məsafəsi. CB isə deyir ki, AC 4 dəfə az yazdıq. CD isə AB parçasının 3/1 hissəsi, daha doğrusu C-dir. CD 3/1-i də 12x-in 3/1-i böl 3-ə vur 1-ə. Bu deyilir nə qədər? 4x. Nəyə yazmalıyıq? CD-yə. CD də buradan bura olan hissədir. Buradan bura olan hissə 4x. İndi fikirləşin. 3x hissəli, yəni 3x məsafə olan bir xəttin içində 4x-lıq məsafə yerləşə bilərmi? Yəni heç x-i fikirləşməyin. 3-ün içində 4 yerləşə bilərmi? Xeyr. Yəqin ki, niyə belə bu formada olmayacağın şəkil üzərindən də anladı. Deməli, onda təkcə bir variant var. A burada olmalıdır, sonra C, sonra D və bu da B. AC məsafəsini artıq burada tapmışıq. Elə yazaq bu formada. AC onda olacaq, A-dan C-yə qədər olan hissə 3x. Sonra CD. CD buradan bura olan hissədir. Həmin məsafəni tapmışıq 4x. Bura yazacağıq 4x. Bəs DB nə qədər olar? Ümumi məsafəni AB-ni 12x götürməmişdikmi? 12x-dan çıxanda həm 3x-in, həm də 4x-in çıxanda yerdə nə qədər qalır? 7-sin çıxanda 5x. Deməli, DB məsafəsi də olur 5x. İndi deyir ki, CB AD məsafəsindən CB. CB buradan bura olan hissədir. CB məsafəsi, yəni 4x və 5x. 9x məsafəsidir. AD məsafəsindən. AD də deməli, digər rəngi ilə göstərək. AD də buradan bura olan hissədir. Bax, bu da AD. Yəni 3x və 4x. Cəmi 7x olan məsafədir. 8 çox. Deməli, onda bunların fərqi 8 çoxdursa, həmin o 8-i verməlidir. 8 cm çoxdur. Onda 2x bərabərdir 8 cm-ə. 8-i 2-yə böləndə x bərabər olur 4 cm. X-i 4 tapdıq. Ümumi AB məsafəsini soruşur. AB məsafəsi 12x olduğunu. Onda olacaq 12 vur 4-ə cavab edəcək 48 cm C variantı. Güman edirəm ki, aydın olmuş oldu.
Keçək növbəti suala. 17-ci suala baxırıq. Ölçüləri 30, 20 və 15 sm olan kuboid formalı qab su ilə doludur. Suyun tili 5 sm olan kub formalı qablara, suyu daha doğrusu suyun tili xuyuram. Suyu tili 5 sm olan kub formalı qablara doldurdular. Neçə kub qab tam dolar? Yəni qabın həcmindən söhbət gedirsə, bizə nə lazımdır? Həcm lazımdır. Yəni belə fikirləşin. Bir böyük qabımız var, bir də kiçik qabımız var. O kiçik qabına nə qədər su töksək böyük qab dolar. Və yaxud da ki, bu böyük qabı nə qədər bu formalı kiçik qablarla doldursaq tam bitər. Sayı lazımdır bizə. Və söhbət dediyi nədən gedir? Həcmdən gedir. Həcmdə V bərabərdir kuboidin həcmi, kubun həcmi və s. N uzunluq hündürlüyün hasili. Yəni A vur B vur C. Bu ümumi qaydadır. Onda digərinin həcmi, yəni böyük qabın həcmi olacaq 30 vur 20 vur 15. 3 2 6, 6-nı 15-ə vuranda 90, arxasına 2 0 yazanda. Bu eləyir 9000 kub santimetr. Digəri kubdur. Kubun da bütün tərəfləri bir-birinə bərabərdir axı. Bax, bu formada göstərək. Kub bütün tərəfləri kvadrat olan, yəni bütün tilləri bir-birinə bərabərdir. Yəni hündürlük də 5-dir, n də 5-dir, uzunluq da 5-dir. Hər biri 1. Yəni digərində həcm olacaq 5 vur 5 vur 5-ə. Bu deyəcək 125. Deməli böyük olacaq. 9000 kiçik isə 125. Bunda 9000 içində nə qədər 125 yerləşir? Bölərək 125-ə. Cavabımız olar 72 B variantı. Keçək növbəti suala. 18-ci suala baxırıq. Satıcı malın 5-də 2 hissəsini 20% gəlirlə, qalanını isə 10% ziyanla satdı. Bütün satışdan neçə faiz gəlir və ya ziyan etdi? Ümumiyyətlə, malın qiyməti deyirsə, malı burada belə deyək də, al, x-la da yaza bilərsiniz. Hər hansı başqa bir ədəd də götürə bilərsiniz. Amma burada malın ümumi dəyəri götürəcəyik 100. Yəni mən götürürəm burada 100. Niyə götürürəm? Belə qeyd edim ki, qələm mənim yazmıram, ürəyim istəyir götürürəm. Təbii ki, yox. 100 ona görə götürürük ki, ədədin faizindən söhbət gedirsə, ədədin faizi faiz nə deməkdir? Ədədin %1 hissəsi. Ona görə 100 götürürəm ki, bir çox məsələlərdə, yəni əvvəlcədən də video izahlara baxanlar, faiz məsələsinə baxanlar, yəqin ki, artıq tam bilirlər ki, Şamal müəllim burada nə edəcək? 100 götürəcək. 100 ona görə ki, faizini tapanda 100%, biri 1%-ə düşür deyə. Yəni heç ehtiyac olmur vurmağa, çıxmağa və s. Yəni başqa bir şeylər. Malın dəyəri olsun elə 100. 5-də 2 hissəsinin 20% gəlirlər. 100-ün 5-də 2 hissəsini tapmaq üçün 100-ü bölürəm 5-ə, vururam 2-yə. 5-ə böləndə bu eləyir 22-yə vuranda 40. Yəni həmin o 40 hissəsin, 100-ün 40 hissəsi budur. 100-ün 40 hissəsin 20% gəlir. Gəlir nə deməkdir? Artım deməkdir. Yəni 100%-dir ümumi, 20% gəlir, 100 üstə 20 neçə satdı? 120%. Bu artıq 120%-ə nə edibdir? Satıb. 120%-ə satıbsa, 40-ın 120%-i nə qədərdir? 40-ın ədədin faizini tapmaq üçün faiz göstərən ədədə vurub 100%-ə nə edirik? Bölürük. Burada da 0 ixtisar geçsəm 48 buradan nə olmuş olar? Qazanmış olar. Bu 48 bizim bir yadımızdır. Növbəti ilə baxaq. Qalanını isə, qalanı inşallah burada görə bilsək, bu 120-ni buradan yazaq, 120% gəlirdi. Qalanını isə 10% ziyanla. Ziyan nə deməkdir? Yəni 100%-ə yox, 10% ziyan, 10%-in çıxanda neçə faizə satıb? 90%-ə satıb. Qalan nə qədərdir? 5-də 2 hissəsi 40-dır axı. Qalan nə qədər olur? 100-dən 40-ın çıxanda ümumi dəyəri 100 götürmüş. 100-dən 40-ın çıxanda qalan da olur 60. Yəni bu 60-ı 90%-ə satıb. 60-ın da 90%-i faiz göstərən ədədə vurub 100-ə bölürük. Yəni 100%. Bu deyilir 54. 54 də buradan ümumi əldə etdik. Belə deyək, satışdır. Cəmi nə qədərdir? Cəmi 54, 1 və 48 də 1. 4 isə 8, 12, 5, 4, 9, o da 1, 102. Əvvəl dəyərini nə qədər götürmüşdük? 100 götürmüşdük ki, biri 1% olsun da başqa bir şey ehtiyac olmaz. 100 idi, 102 oldu. Əgər 100-ü keçirsə, deməli,
artımdır. 100-dən aşağıdırsa, çünki 100 maya dəyəridir. Əgər faiz olaraq da 100%-dən böyükdürsə artıq artımdır, yəni gəlirdir, qazancdır. Yox, amma 100%-dən aşağıdırsa nə olur? Ziyan. Onda 100 2-dən çıxanda 100-ün yerdə qalır 2% nə gəlir? 2% gəlir, cavabımız olur A variantı. Keçək növbəti sualın izahına. 19-cu suala baxırıq. Tənlikdir, sadə bir tənlik, amma onluq kəsirlə qeyd olunub. Yazırıq ki, 4,5 x çıx 12 bərabərdir. 15-i burada paylama qanuna görə 1-1 vurub ataq. 15 dedim daha doğrusu 1,5. 1,5-i x-a vuranda 1,5 x. Üstə gəlsin. 1,5-i 20-yə vuranda 0 ilə bunun vergili silinər. Yəni bir onluq getdi və vergil sağa getdi. 15-i 2-yə vuranda bu da eləyər 30. Və dəyişənləri bir yerə gətirsək, 4,5-dən 1,5-in çıxanda qalar 3x. Yəni 4 manat 50 qəpikdən 1 manat 50 qəpik getdi, 3 qaldı. Çıxısın 12 sağa keçən toplamı olur 30 üstə 12 42. 3-ə böləndə x bərabər olur 14. Tənliyin kökü 14. Bizə isə deyir kökünün rəqəmləri cəmini tapın. Kök 14-dür. Rəqəmlər cəmi deyəndə 1 üstələ 4 cavab eləyir 5. Yəni D variantı. Güman edirəm bu sualda bir çoxunuz rahat şəkildə yazıb çətinlik çəkməyib. Növbəti 20-ci suala baxırıq. Deməli, pul məsələsinə aid sualdır və onluq kəsirlərlə göstərilib. Şəxs aşağıdakı cədvəldə göstərilən məhsulları aldı və bizə də məhsullar göstərib. Kassaya 50 azını ödəyən şəxs nə qədər qalıq almalı? Deməli, un alıb 4 kiloqram. Yəqin ki, kimin sadıcında tortfilamışdır. Un alıb 4 kiloqram və unun da 1 kiloqramın qiyməti, baxın cədvəllərə göstərib. 1 kiloqramın qiyməti nə qədər? 4,5 və 4 kiloqram alıb. Onda ununa nə qədər pul verməlidir? Un üçün baxsaq. 4-ü vurmalıyıq onda 1,45-ə. Onda olacaq 4 5-in 20 0 2 yadda. 4 4-ün 16 o da 2 18 1 yadda. 4 1-in 4 o da 1 5. Yəni 5 manat 80 qəpik buradan. Azın deyəcək. Azın. Davam edək. Şəkərə baxaq. Çox şəkər ziyan. Şəkər isə 2,5 kiloqram alıb. 1 kiloqramda qiyməti 1 manat 80 qəpikdir. Onda biz 2,5-i vurarıq 1 manat 8-ə. 1,8 də yaza bilərsiniz. Bu arxandakı 0-ı da silə bilərsiniz. Arxasına istəsəz sonsuz sayda 0 da yaza bilərsiniz. Onluq kəsirlərdə qeyd etmişdik. Bunun heç bir önəmi yoxdur. Bu da bərabər olar. 25-i vurarıq 18-ə. Bu edər 450. Vergildən sağa bir rəqəm burada, bir dənə buradan, ikisini də buradan ayıranda bu da eləyir 4,5. Yəni 4500 eləyir. 28 18 4500 450 bir sınırsında bəli. 4,5 arxasına 0 da yaza bilərik. Arxasındakı necə ki 0-ın birini sildik. Fərqi yoxdur. Yəni 4 manat 50 qəpikdə bu. Sonra keçdik nəyə? Yağa. Yağ isə 0,5 kiloqram alıb 16 manat 40 qəpikdən. 0,5 nə deməkdir? Yağ. Yəni 2də 1-i. Onda 5 ixtisar edir, yarısı. Onda olacaq 0,5 vurulsun nə? 16,40-a. Bunu şifaya yaza bilər. Onda 5 yarısıdırsa 16 manatın yarısı 8 manat və 40 qəpiyin yarısı 20 qəpik. 8 manat 20 qəpik. Cəmi nə qədər pul verdi? Toplayaq. Şifahi şəkildə toplaya bilərik, ehtiyac yoxdur. 5 manat, 4 manat, 9 manat, bu da 8 manat, 17 manat. İndi qəpiklərə baxaq. 80 qəpik, 20 qəpik. 100 qəpik, 150 qəpik. 150 qəpik də 1,50 deməkdir. 17 manat üstə 1,50 gəndə 18 manat 50 qəpik. Və keçdik nə? 50 manat verib baxaq. Kassa nə qədər qaytarmalıdır? 50-dən də çıxanda 18 manat 50 qəpik şəkildə tapa bilərik. 50-dən 18 manatdan çıxanda 32, 32 manatdan da 50 qəpik çıxanda 31 manat 50 qəpik azın qaytarma. Və yaxud da 0-ı da silə bilərsiniz. Heç bir fərqi yoxdur. Min bərəkət alsınlar. Kimin adı günsə qeyd etsinlər. İzahlarımız bu qədər. Bu 20-ci sual sonuncu sualdır. Güman edirəm ki, izahların sınağı və ya digər ümumiyyətlə paylaşılan qaydalar, testlər, izahlar sizlər üçün faydası olmuş olur. Hər hansı bir iradınız, təklifiniz varsa rəy bölməsində qeyd edə bilərsiniz. Hər birinizə uğurlar olsun. Diqqətinizə görə təşəkkür edirəm.
Videonu bəyəndisə bəyənib, kanala abunə deyilsə abunə olub, bildirişi aktiv edib paylaşmağı unutmayın. Bunun həm sizlərə, həm də mənim üçün faydası var. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti video izahda görüşənədək hələ ki, hələlik.